Salam değerli dostlar, hoş gördük her birinizi. Değerli dostlar, bugün değerli bir dostumuzun, əziz bir dostumuzun ad günüdür. Bütün sosial şəbəkələrdə bugün Əvəz Zeynallının təbrikləri gedir. Əvəz Zeynallının ünvanına təbriklər söylənilir. Ən əsası da değerli dostlar, paylaşılan paylaşımlarda mənim ən çox diqqətimi cəlb edən, ən çox diqqətimi özünə yönəldən bilirsiniz nə oldu? Əvəz Zeynallının haqqında yazılan sözlər. Çox vaxt dostlar deyirlər, söz düşəndə, söhbət edəndə deyirlər dostlar ki, biri Əvəz Zeynallının xəstəliyindən narahatdır, biri biraz məyus olur, bir an belə olsa məyus olmamışam. Bilirsiniz niyə değerli dostlar? Hər bir insan bəlli bir ömür yaşayır. Bir ömürdür yaşayırsan, sona gəlirsən, amma necə yaşayırsan? O ömrü sən necə yaşadın? Sən o ömrü, bu həyatı nəyə sərf etdin? Bax, bu gün təbrik etdiyimiz, bu gün xərçəng xəstəliklə mübarizə aparan bizim bu əziz dostumuz, bu Əvəz Zeynallı tarix yaşadı değerli dostlar. Bir vaxtlar bəzi dostlarımız, bəzi həmkarlarımız Xural TV Azərbaycan nəşriyyatında olanda növbəyə düzülmüşdülər. Azərbaycan nəşriyyatının 6-cı mərtəbəsində. Xural TV'nin yerləşdiyi həmən o dəhlizdə növbəyə durmuşdular ki, biz Xural TV'yə çıxaq. Biz Xural TV'də görsənək. Nə oldu? Siz haralardasınız? Ondan da ayrı danışmaq olar. Bugün Əvəz Zeynallının günüdür. Mən əziz dostumu təbrik eləyirəm. Nə yaxşı ki, sən Əvəz Zeynallısan. Sən olduğun kimi görünən adamsan, göründüyün kimi olan adamsan. Azərbaycan mətbuatında əziz dostum, sən sözünü dedin. Sən müdafiə ehtiyacı olan hər kəsi müdafiə elədin. Sən çəkinmədin, sən apardığın mübarizələrdə çox möhkəm oldun. Mən səni bir daha təbrik eləyirəm. Bir zamanlar səni, əziz dostum, səni istintaq edən baş prokurorun baş istintaq idarəsində belə dəstəkləyirdilər. Mən bunu şahidi oldum. Səndən düşmənçilik eləyən insanlar belə səni dəstəkləyiblər. Özlərindən asılı olmayaraq. Çünki sən haqqın uğrunda mübarizə apardın. Sən Azərbaycan ictimaiyyəti arasında, Azərbaycan cəmiyyətində müstəqil tənqidçi medianın necə olduğunu sübut eləməyə çalışdın və elədin. Mən bunu tam səmimi deyirəm. Amma çox təəssüf olsun. Çox təəssüf ki, bəzi dostlar bu qısa bir həyatda özünü tez olduqlarını biruzə verdilər. Onlar da təbrik eləyirəm. Bilirsiniz niyə değerli dostlar? O vaxt var idi ki, həmən qeyd elədiyim bu Xural TV'nin dəhlizində növbəyə durub bugün gizlənən dostlar da təbrik eləyirəm. Siz də istəyirsiniz bugün Əvəz Zeynallını təbrik eləmək, bilirəm. Amma cəsarətiniz çatmır. Mən sizin də adınızdan Əvəz Zeynallını təbrik eləyirəm. Azərbaycan xalqına təşəkkür eləyirəm. Azərbaycan xalqı bugün əl üstə durub həmən özünü Azərbaycan xalqına əmanət eləyən, həvalə eləyən bu Əvəz Zeynallını ayaqda saxladı. Ona görə Azərbaycan xalqına mən təşəkkür eləyirəm. Mən də 2 dəfə, 3 dəfə müraciətdə bulundum. Müraciət elədim Azərbaycan xalqına ki, Azərbaycanın dəyərli, qeyrətli, mərd oğlu özünü sizə əmanət edib. Və həmən bu xalq bugün Əvəz Zeynallının 56 yaşını qeyd etməyini ən azından ayaqda qalmağını bu Azərbaycan xalqı elədi. Sağ olun, değerli xalqım. Var olun, əziz xalqım. Bir daha əziz dostum, qardaşım Əvəz Zeynallı, səni təbrik eləyirəm. Allah möhkəm can sağlığı versin. Sən hərdən ağrılardan yazanda yazırsan ki,
ağrılar mənim üzərimə bir-bir gəlmir. Hamısı birdən gəlir. Mən sənin yazdığın hər bir yazının sətir-sətir oxuyuram və hər bir yazını, hər bir paylaşımını oxuyarkən özümdə xüsusi qeydlər götürürəm. Sən hansı vəziyyətdə hansı cümlələri yazırsan? Ağrılarla belə mübarizə aparanda çalışırsan ki, öz motivasiyaları maksimum dərəcədə göstərəsən, öz əhval-ruhiyyə dəyişməyəsən. Ona görə də sən cəsarətli olmuşsan, sən bu millət üçün qorxmadan, çəkinmədən mübarizə aparmısan, bu millət bu günləri sənin o əziyyətin dəyərini sənə qaytarır, əziz dostum. Ad günün mübarək olsun, Əvəz Zeynallı. Möhkəm can sağlığı, inşallah, inşallah 57 yaşında səni bir baba kimi, Əvəz Zeynallı babası kimi təbrik eləyək. Övladların toyunu, gözəl günlərini görəsən, möhkəm can sağlığı. Bir daha buradan Azərbaycan xalqına müraciət edirəm ki, bu Əvəz Zeynallını mütləq bu gördüyünüz şəkillə biz əvəz etməliyik. 35-40 yaşında gördüyümüz Əvəz Zeynallını inşallah o enerjidə, o potensialda biz görməyə nail olmalıyıq. Belə, dəyərli dostlar, sağ olun, sağlıqla qalın, yayımımızı bəyənin, paylaşın, Allahın amanında olun, ad günün mübarək olsun, Əvəz Zeynallı. Təbrik eləyirəm.